Həsənov yazır ki, mən bir dəfə çox ağır şəkildə xəyal qırıqlığı yaşamışam münasibətdə. O gündən sonra heç kimə güvənə bilmirəm. Kimsə həyatımda olanda belə daim şübhə eləyirəm və sonda özüm hər şeyi korlayıram. Aydındır. Bir dəfə münasibətdə uğursuzluq yaşamaq, bunun kökündə də bir şey dayanır. Əks cinsin nümayəndələrində belə bir şey var. Uşaq vaxtı anadan dəyər görməyəndə, oğlan uşaqları uşaq vaxtı anadan yetərincə dəyər görməyəndə, ana özünün müəyyən işlərinə görə uşağı göz ardı edəndə bilirik ki, oğlan uşaqları anaya çox bağlı olurlar, qız uşaqları ataya çox bağlı olurlar. Və orada ana ilə bir qırıqlığı olanda, uşaq anadan yetərincə dəyər görməyəndə daima onun bir düşüncəsi olur ki, qadınlar güvənilməzdir. Nə vaxtsa məni atacaqlar. Və o bəyin birinci o problemi yaşamasının səbəbi də baxın oradan gəlir. O düşüncə ki, onsuz da məni nə vaxtsa atacaq. Onsuz da bu münasibət axıra kimi getməyəcək. Qadınlar hamısı belədir. O burada qeyd edilir ki, bir dəfə yəni bunu yaşamışam, bir dəfə yaşamışam. Çünki o düşüncə ilə gəlir bir dəfə də onda. O düşüncə ilə gəlir. Anası onun anasıdır. Amma kimləsə münasibətdə olmaq, qadınla münasibətdə olmaq artıq onda ilk dəfə olub və orada da uğursuzluq olub. Deməli, orada uğursuzluğu özü yaradıbdır. Özü hansısa boşluqlara buraxıb ki, və sonunda o qadın artıq onu buraxıb. Və bu davamlı da gedir. Görürsünüz, deyir ki, və sonraki münasibətlərdə də mən artıq özüm səhvlər edirəm və bu münasibətlər alınmır. O öz anası ilə olan problemini həll etməsə, o qadınlarla olan münasibəti axıra kimi gedə bilməyəcək. Müəyyən bir yerdə qırılma baş verəcəkdir. Hətta bunu olub bir pasiyentdə iki qardaş. Bu pasiyent böyük qardaşı idi. Balaca qardaşı, anası başlayır daha çox dəyər verməyə. Bu böyüyün olur 5 yaşı, balaca dünyaya gələndə ana buna biraz çox dəyər verir, baxır. Çünki körpə uşağın bilirik də ehtiyacları çox olur. Amma bunu edərkən körpə uşağı ehtiyaclarını ödəyərkən böyüyü də göz ardı etmək lazım deyil. Yəni ona da o diqqəti, dəyəri vermək lazımdır. Və ana ona çox diqqət göstərir. Müəyyən bir müddətdən sonra kiçik uşaqda problem yaranır səhhətində və ana ona biraz daha çox bağlanır, bilməm, xəstəxanada falan qalırlar, eləyirlər. Bu uşaq yenə qalır qıraqda, kənarda, nənə babanın himayəsində və sonra sağalır. Müəyyən bir müddətdən sonra ata işlərinə görə xarici ölkəyə getməli olur və hardasa bir ilə yaxın orada qalası olur və ana da onunla gedir, yoldaş ora tək getməsin deyə və balacanı özü ilə aparır. Böyük uşaq yenə qalır nənə babanın himayəsində. Və o pasiyent qeyd etdi ki, mənim onsuz da dəyərsiz olduğumu, sevilmədiyimi bilirdim. Amma o nənə baba himayəsində qaldığım o bir il mənim həyatımın ən ağır ili idi. Və dayımın yoldaşı da o qədər də xoşhal değildi mənim orada qalmağımdan. Bunu hiss edirdim. Axşam mən tox yatdım, ac yatdım, ona da fikir verən yox idi. Və hər gündə dəyərsiz olduğumu bilirdim və bununla əzilirdim. Hər gün axşam yatanda ağlayırdım anamın geri qayıtması üçün. Məni niyə aparmadı deyə isyan eləyirdim. Amma bunu görən yox idi. Mənlə maraqlanan yox idi və o gündən dedim ki, qadınlar güvənilməzdir. Anam məni qoyub getdisə, deməli hər kəs qoyub gedə bilər. Orada ana onu şüurlu və yaxud da şüursuz şəkildə etmişdi. Heç düşünməmişdi ki, o uşaq necə olar, necə olmaz. Həyat yoldaşına görə getməyi vacib bilmişdi. Amma hər halda ya bunu böyüyü də apara bilərdi və yaxud da balaca uşağı da orada qoyub getsəydi. Hardasa deyil, mənə təsir etməzdi. Düşünərdim ki, ikimizi də qoydu, getdi. Amma kiçik qardaşımı yenə də götürüb aparmağı məndə bunu daha da əminlətdi ki, mən sevilməyən uşağım. Adətən bunu valideyn düşünmədən təhsildən yayındırmamaq kimi düşünür. Bəli. Amma getdiyi yerdə də təhsilini davam edə bilərdi də hər halda. Çünki uşaqların xəyal dünyası, düşüncə tərzləri çox genişdir, çox başqadır. Onların rəngləri tamam başqadır. Və o xəyal dünyasını bir dəfə dağıtmaq, uşağın o mən dəyərsizəm, dəyərsizlik hissini bir dəfə ona aşılamaq, onun sonraki həyatında baxın bu cür nəticələr gətirib çıxardır, hətta şəxsiyyət pozuntusuna belə gətirib çıxardır. Doğrudur.
Təşəkkür edirəm, çox sağ olun.